Ümumiyyətlə uşaqlarda eşitmə azalması gec aşkarlanarsa, bunun fəsadları nə ola bilər? Valideynlər xüsusilə bu suala toxunmanızı istəyirlər. Dil və danışıq inkişaf pozğunluqları yaranır. Yəni uşaqlar gec danışır və yaxud danışırsa da düzgün danışmır. Çox az söz ehtiyatı var uşağın. Bu öz sırasında da məktəbdəki uğur şansını, uğur faizini azaltmağa başlayır. Bəs valideynlər üçün siqnal nə vaxt olmalıdır? Erkən dönəmlərdə səsə reaksiya vermirsə, bunu çox vaxtı valideynlər izləyə bilirlər. Deyək ki, evdə 2 uşaq var, qapı açılır, biri oyanır həmən qapının səsinə, amma biri oyanmır. Bu artıq həyəcan təbilidir. Mütləq oyanmayan uşaq yoxlanmalıdır. 2-3 yaşına gəldi, artıq heç bir söz demir hələ də uşaq. Hələ də nəyisə istəyəndə müəyyən səslər çıxardır, əl göstərir və s. Bu o deməkdir ki, eşitmə problemi ola bilər. Düzdür, günümüzdə artıq bu autizm spektr pozğunluqları o qədər yaygınlaşıb ki, bunları eşitmə azlığından ayırmaq həm valideyn üçün, həm mütəxəssis üçün çətinləşibdir. Araz FM, qovuşduran radio.